Salamlayıram hər birinizi. Media və Beyin podkast çəkilişimizdə xoş gördük hər birinizi. Mən Məleykə Aslanzadə, araşdırmacı jurnalist. Bu gün həmsöhbətim filosof Könül xanım Bünyadzadədir. Başlamadan öncə mövzumuz var, gözəl bir mövzu ətrafında müzakirə edəcəyik, amma istərdim sizi biraz tanıyaq. Könül Bünyadzadə kimdir? Təbii ki, bu sualı sizə sıx-sıx verilir, amma bizim də istərdim izləyicilərimiz Könül bilsin. Bünyadzadə, fəlsəfə elmlər doktorum, Elmlər Akademiyasının müxbir üzvü, professor. Bir neçə kitabın müəllifi, konkret desək 14 kitabın müəllifi, çoxsaylı məqalələrin də müəllifi. Qısaca da desək sadəcə Könül Bünyadzadə. Gözəl. Təbii ki, bir şəxsi tanımaq üçün qısa bir vaxt kifayət etmir. Onun əsərlərini oxumaq lazımdır, mövzularını dinləmək lazımdır. Hər hansı bir mövzu ətrafında fikirlərini dinləmək o şəxsi tanımaq üçün biraz daha əlverişli olur. Biz bugün təbii ki, fəlsəfədən danışacağıq. Bir filosofla, bir sufi ilə ancaq fəlsəfədən danışmaq olar, amma fəlsəfənin işığında bir neçə mövzulara, bir neçə məsələlərə də toxunaq istəyirəm. Ənənəvi olaraq hamının ilk sualı bu olur. Ümumiyyətlə fəlsəfə nədir? Fəlsəfə insanın kamillik yolunda, yaşantısı boyunca ona nə dərəcədə lazımdır? Hansı məqamlarda lazımdır? Fəlsəfə düşünməyi bacarmaqdır. Düzgün istiqamətdə düşünməyi bacarmaqdır. Və eyni zamanda başqaları üçün məhz düşünməyin bir nümunəsini göstərməlidir. Mənim aləmimdə indi əgər qədimdən bəri filosoflara da müraciət eləsək, hərə fəlsəfiyə müdrikliyi sevmək olsun, düşünmək sənəti olsun, yəni fərqli təriflər vermək mümkündür. Amma qısaca desək, yəni bütün bunlardan bir nəticə çıxardıb desək, fəlsəfə məhz düşünməyi öyrənməkdir, düşünməkdir. Və onu da deyim ki, düşünmək özü ümumiyyətlə ağır bir prosesdir. Bir var bunu hiss eləyəsən, nədənsə ləzzət alasan, bunlar çox rahatdır, bədənə də, ruha da bir zövq verir. Düşünmək ağırdır, düşünmək müəyyən ideyalarla yüklənməkdir, müəyyən ideyaları həll eləməyə cəhd eləməkdir. Yəni bütün bunlar bir növ insanı ağırlaşdırır, müəyyən şeylərdən təcrid eləyir və o təcrid olunduqca əgər onu əvvəlcədən tanıyırsansa, bilirsənsə ki, nədən təcrid olunursan, biraz sənə ağır gəlir, təcrid olunmaq istəmirsən. Yox, bilmirsənsə, heç xəbərin də yoxdur ki, belə bir şey var və onu anidən sənə tanıdanda səni yenə də o düşüncə prosesini poza bilər ki, belə bir şey də var imiş. Yəni, bu baxımdan düşünmək elə də sadəcə sıradan bir söz deyil. Düşünmək bütün o ruhunu, ağlını, gördüyünü, hiss elədiyini hamısını qarışdırıb, hamısının nəticəsini təhlil eləmək. O təhlil elədiyini bir növ özünün süzgəcindən keçirtməyə bacarmaq lazımdır. Müəyyən bir dövrə qədər düşünürəm, demək ki, varam prinsipi var idi. Artıq elə bilirəm son 10 ildir mənim müşahidəmə əsasən bu yetərli deyil. Elə bilirəm ki, sadəcə düşünmək deyil, necə düşünmək də önəmli bir məsələyə, bir mövzuya çevrilir. Sizcə də belədirmi? Əslində, yəni o Descartes-ın düşünürəmsə deməli varam sözü fəlsəfə tarixində bir dönüş yaratdı. Düşüncəni ön plana çəkdi, varlığı düşüncədən asılı vəziyyətə gətirdi. Bu çox vacib idi. Yeni dövrün başlanğıcı məhz düşüncə ilə başlayırdı. Mən məsələn, məhz onu düşünməyə başlayanda, əlbəttə, necə düşünürəm, nəyi düşünürəm, bunun hər biri əhəmiyyətlidir. Və mən varam deyəndə, o düşüncə ilə varlıq arasındakı müəyyən uçurum da olur axı. Düşünmək varlığı mı təyin edir, yoxsa var Descartes-ın olmadan? dediyinə görə varlığı məhz düşünmək təyin edir. Və mən sufizmi öyrənən bir adam kimi, bu ikisi arasında paralel aparanda, məlum oldu ki, məsələn, Həllac deyir, mən əlimi açıb Allahdan istəyirəm, Allaha dua eləyirəm. Yəni, dua eləməklə düşünmək nə qədər bir-birini tamamlaya bilər. Və burada hansı, belə deyək, keçidlər mümkündür. Və onda belə məlum oldu ki, mən dua eləyəndə də, bilirsinizmi, burada artıq mən həm öz varlığımı düşünürəm. Mən varam ki, əl açıb Allahdan nəsə istəyirəm.
mən özümü müəyyən səviyyədə görürəm deyə əlimi açıb Allahdan nəsə istəyə bilirəm. Və bununla da yanaşı, yəni düşüncə ilə həmin o real dünya və metafizik dünya arasında da bir keçid yaranır. Deməli, burada yalnız mən varam yox, mən həm də Allaha dua eləyə bilirəm. Mənim varlığımı təyin eləməlidir. Düşüncəm və mənim o real dünyanın fövqünə qalxmaq bacarığım. Müasir dövrdə biz düşünürükmü? Və biz öz düşüncəmizi özümüzmü idarə eləyirik? Bu o deməkdir ki, mən öz varlığımı özümmü təyin eləyirəm? Bəli. Necə düşünürəmdən o tərəfə də keçəndə, yəni mənmi düşünürəm, yoxsa məni yönəldirlərmi? Çox maraqlı bir məqama. Çox təhlükəli bir məqamdır həm də. Əgər məsələn bu günün orta məktəbində uşaqlar inşa yazanda hazır mətnləri götürürlərsə, artıq süni intellekt çıxıb tələbələr nə isə yazıb, nə isə düşünmək əvəzinə həmən ondan soruşurlarsa, fikir verirsiniz necə bir çərçivəyə saldırıq özümüzü. Süni intellekt bizim zənnimizcə həyatımızı asanlaşdırır. Amma bizim varlığımızdan da nə isə kəsir atır. Əgər mən düşünürəm, deməli varamsa, mən dua eləyirəm və bu dua eləməyim mənim varlığıma əlavə nəsə gətirirsə və mən bütün bunları kənara qoyuram. Deməli, düşünməyimlə də, duamdan da aldıqlarım mənim varlığımla alır. Mənim varlığımı kasıblaşdırır. 21-ci əsrdəyik, sürətli həyat tərzimiz var. Hər şey çox sürətlə dönür və texnologiya həyatımızın birəbir içindədir. Əsas hissələrindən biridir. Məhz buna görə də verilişimizin, layihəmizin adını, başlığını media ilə əlaqələndirdik, sonrasını beyin. Çünki istəməsək də texnologiya əsrindəyik, texnologiya həyatımızın bir parçasıdır. Amma biz insanıq, biz bir varlığıq və 21-ci əsrdə hələ də insan sorğulanır. İnsan necə varlıqdır, tam hələ də təyin olunmayıb. Ona görə biz nə texnologiyanı inkar edə bilmirik, həyatımızdan çıxarda bilmirik, nə insanın varoluşu, həyat prinsipini irəliləmək, kamillik yolundakı çabasını inkar edə bilmirik. Bu ikisi arasındakı tarazlıqda fəlsəfə nə edə bilir, nə edə bilər? Bilirsinizmi? İnsan əslində olsun texnologiya, olsun süni intellekti deyək. Bütün bunların hamısını yaradan insandır. Və insan yaradılmış üzərində yaradır. İndi təsəvvürünüzə gətirin ki, insan hansısa hazır materialın üzərində yeni bir şey yaradır və o yeni yaratdığı o məhdud bir şeyin üzərində dayanır və bunu hər şey zənn eləyir. Bax, fəlsəfə onun daha dərin, daha geniş görməyi öyrədir ki, Yəni əsas mahiyyətə mi fokuslayır? Əsas mahiyyətə yönəldir ki, bilirsənmi, sənin bu gördüyündə, sənin bu üzərində düşündüyündən də o tərəfə nəsə var. Onun fövqündə də nəsə var. Və sən ora keçməyi bacar. Yəni insan belə götürsək, deyirsiniz ki, hələ də sorğulanır insan. Neçə insan varsa bir o qədər fərqlidir. Bir insan digərinin təkrarı deyil. Nə bədəncə, nə düşüncə olaraq. Hər biri fərdi qaydada yaradılmış bir varlıqdır. Allahın möcüzəsidir ki, hər bir insan özü özlüyündə bir yenidir, təkrar olunmazdır. Ola bilsin ki, onun o bədən quruluşuna görə deyirlər, hamısı eynidir, amma elə deyil. Hamısı eyni olsa da hər biri özündə bir fərdi, bir möcüzəvi, bir unikal bir şey daşıyır. Və buna görə insan heç cür öyrənilib bitmir. İndi təsəvvürünüzə gətirin ki, insan yalnız o zahiri görünüşünəmi, yalnız o bədən quruluşuna görəmi, bunun hamısını ümumiləşdiririk, bir anatomiya elmi yaradırıq və bütün insanları bu anatomiya üzərindən dəyərləndiririk, qiymət veririk, yekun vururuq. Bax, fəlsəfə anatomiyadan da kənara çıxır, fizikanın da fövqünə çıxır və göstərir ki, insan bundan daha böyük bir varlıqdır. Əgər Descartes-a qayıtsaq, düşünən bir varlıqdır. Biraz da o tərəfə getsək, yəni məsələn, qədim dövrlərə qədər getsək, müdrikliyin özü nədir, insanın mahiyyəti nədir? Hələ Platonun dialoqlarında var ki, insanın mahiyyətindən nə gəlir? Bütün bunlara artıq qaydanda biz görürük ki, yox, insanın o
gördüyümüz sadəcə əl, ayaq, göz, burundan ibarət deyil axı. İnsan düşünən varlıqdır axı. İnsan düşündüyündən nəticə çıxardıb yeni bir ideya istehsal eləyən varlıqdır. İnsan məhz o var olanın üzərində nə isə yeni bir şey, unikal bir şey yarada bilər. Məsələn, quş yuva qurur. O da götürür, hazır otlardan yaxud nədən özündən nəsə qatır, o yuvasını qurur. Məsələn, qaranquşun yuvası az qala bir qəliz bir sistemdir. Yaxud quşlar var ki, yaxud qarışqa. Onların yuvalarına baxsan, olanı qurub. Amma insanın yaratdığı həm bu cürədir, həm də məsələn mikroskop yaradıb insan. Bunun bir bənzəri yoxdur. Yaxud insan elə bir şey yaradır ki, olanın mahiyyətini dəyişə bilir, funksiyasını dəyişə bilir. Yəni insan bir yaradıcı olaraq funksiyası var və bunu dərk eləyəndə, öz varlığını düşünəndə, bax o yaratdığı, o ümumi Allahın yaratdığının nə zalımına çevrilmir, onun cəlladına çevrilmir, nə də belə deyək, onun kölgəsində də qalmaq istəmir. Bilir ki, Allah bunu yaradıb və mənə bu istedadı verib ki, məsələn, mən mikroskopu yaradım, mən təbiətin qanunlarını kəşf eləyim. Bax, fəlsəfə o keçid məqamlarını, insanın o bacarığını, mahiyyətini üzərə çıxara bilər. Yəni insanı materiyadan ruhaniyyətə mi yönləndirir? Çünki hər düşüncə də sağlam düşüncə deyil. Məsələn, biz tarixdən bilirik, yəni təcrübələrə əsasən mən bir texnologiya yarada bilərəm. Bu texnologiya insanlığın faydasına da xidmət edə bilər, zərərinə də xidmət edə bilər. Yəni sadəcə düşünmək, düşündüyümü yaratmaq önəmli deyil. Onun əhəmiyyətli olması həmin o düşüncənin ruhaniyyətə çevrilməsidirmi? Burada materiya və ruh arasında sədd qoyulmamalıdır. Lap əvvəldən də dedik, insan həm bədən, həm ruhdur. İnsan yalnız ruh deyil. İnsana ruh demirlər, insana maddi bədən demirlər. İnsan bu ikisinin vəhdətidir. Birləşib varlıq olur. Bəli, bunların vəhdətindən bir insan yaranır. Və biz burada götürsək, tutaq ki, İnsan birini önə çəkəndə, digərini kölgədə saxlayanda, müəyyən şeylərdə bayaq dediyimiz kimi kəsir qalır. İnsan tam ola bilmir və nəyi düşünür, necə düşünür? Fəlsəfə yalnız düşünmək yox, düşüncənin həm də bir reallaşma yeri də var. Məsələn, atom bombasının əvvəli gəlirdi məhz o nüvənin kəşfi. O nüvənin bölünməsi idi, o hidrogenin kəşfi deyək. Yəni, bütün bu elmi kəşflər gəldi, nəticədə çıxdı, belə deyək, bəşəriyyətin cəlladı olan atom bombasına. Atom bombasını yaradan, bilavasitə bombanı yaradan alim deyil, onun mahiyyətini yaradan alimdir və onu yaradan da bəşəriyyət üçün bir silah istehsal eləmirdi. Nikola Tesla deyirdi, ömür boyu da bunun üçün mübarizə aparırdı ki, mən kəşflərimi silah üçün satmayacağam. Acından ölürdü, amma satmırdı. Çünki deyirdi, elm insanlığın məhvinə yönəlməməlidir. Amma sonra özü də o nəticəyə gəldi ki, elə bir silah kəşf eləmək lazımdır ki, bütün müharibələrə son qoysun. İnsan qorxsun əlini silaha atmaqdan. Təsəvvürə gətirirsinizmi? Yenə də silah. Yenə də silah kəşf eləmək və onun məsələn o lazer silahı bilirsiniz, onun kəşfi üzərindədir. Və özünün də dediyi kimi insan qorxsun, nədənsə qorxsun. Bax, o qorxu məsələsi. İnsan mütləq qorxmalıdır ki, nədənsə. Fikir verirsinizmi? Nədənsə Allahdan qorxu deyəndə bunu bir negativ bir hal kimi göstərirlər. Amma alimlər silahdan yaxud siyasətçilər silahdan qorxdu, əlini silaha atmadı. Bu nədirsə daha pozitiv bir şey kimidir. Halbuki fəlsəfənin epistemologiyası ilə yanaşı etikası da var. Yəni yüksək dəyərlərin də bir təlqini var. Yüksək dəyərlərin də mahiyyətini anlayıb onun tətbiqinə yönəlmək var. Deyirsiniz ki, bir şeyi kəşf elədi, amma nəyi kəşf elədi? İnsanlığa zərər vura biləcək, yaxud belə deyək, bıçaqdır. Kimsə bu bıçağı çörək kəsir, kimsə o bıçaqla qətl törədir. Görürsünüzmü? Burada insanın düşüncəsinin hansı tərəfdən eyni zamanda etikası özünü göstərir. Bütün bunların hər biri kompleks şəkildə insan təcrid olunmuş bir varlıq deyil. İnsan əvvəla dediyimiz kimi maddi bədən və ruhdan ibarətdir. Bundan keçir bir ailənin fərdidir. Bundan keçir cəmiyyətin üzvüdür. Bundan da keçir
bir dövlətin vətəndaşıdır və ən nəhayət o bir insandır. Bu insanlığın bir ən kiçik də olsa bir insandır və ondan da nəsə asılıdır. Bəlkə də öz onu qəbul eləyib, bəlkə də gülməli gələr ona, amma ondan da nəsə asılıdır. O da nə isə həll eləyir bu bəşəriyyətdə. Beyinlə bağlı bir araşdırma apararkən qarşıma belə bir maraqlı məlumat çıxdı. Etika sözünə gətirəcəm sözümü. Yəni beynin etikaya aid bir həzzi var, bir həzz hüceyrəsi var, hormonu var deyək ki, və insan bir şey kəşf edəndə, bir şey yaradanda, ortaya bir şey qoyanda, hətta o niyyət olaraq daxilindən keçirəndə həmin o faydalıdırmı, zərərlidirmi hissəsini beyin analiz edir. Və əgər o çox faydalıdırsa, həmin o etik tərəfi var beynin, həmin o hüceyrə mi deyək, neuron mu deyək, işə düşməyə başlayır. Maraqlıdır. Bəli, çox maraqlıdır. Əgər zərərlidirsə, bir yerdən sonra beyin kilitlənir. Həmin o biz ki deyirik, məsələn, sufi dilində desək və yaxud İslami baxış bucağı ilə desək, insanın nəfsi onu körlaşdırdı. Biz deyirik o insandır, amma onda heç vicdan yoxdur. Həmin o beyin etik hissəsini, o hormonu kilitləyir və o ondan həzz ala bilmir. Həzz ala bilmədiyi üçün başlayır daha da vicdansız olmağa, daha qatı olmağa. Ona görə beynin bir hissəsi var. Onu tamamlamaq lazımdır. Bəli, çox maraqlı bir məlumat idi. Amma buna uyğun olarmı bir şey deyim mən? Bəli, buyurun. Məndə sufi fenomenologiya fəlsəfəsində belə bir nəticəyə gəlmişdim ki, yəni bu əslində mənim gəldiyim nəticə deyil, gəlinən nəticələri yekunlaşdırmışdım ki, bütün dünya bir enerji sirkulyasiya gedir bütün dünyada. Və bu enerji sirkulyasiyası ən kiçik bir qum dənəsindən tutmuş, bütün o kainatdakı böyük planetlərə qədər hər biri o sirkulyasiyada iştirak eləyir. İnsan nə isə yaradanda elə bil ki, məsələn bir ağacı kəsir və o ağacı o ümumi sirkulyasiyadan kəsib çıxardır və ondan nəsə düzəltməyə çalışır. Əgər onun düzəltdiyi növbəti mərhələdə yenidən o sirkulyasiyaya qayıda bilirsə, bax o sirkulyasiya yenidən həmin o enerji yenə də öz hərəkətini davam elətdirə bilirsə, onda onun o yaratdığının ömrü uzun olur və o həzz verir. Bəli. Yox, onun düzəltdiyi əksinə bloklayırsa o enerjini, o işığı, onda o bir növ qarşısı alınan yerdən o tərəfə bir növ qan işləməyən orqan kimi başlayır çürüməyə. Çürümüş bir şey də durğun su necə verirsə, bax o cür insanlar, yəni dünyanın o enerji sirkulyasiyasından qopmuş insanlar da o cürə kiflənməyə və belə deyək, cəmiyyətdə zərərli olmağa başlayırlar. Bax, həmin o yaradılış, insanın yaratdığı, həmin o ümumi, universal harmoniyadan kənara çıxanda bir gün təbiət o özünü bərpa eləməyə başlayır. Və o enerji bir gün dağıdır onu. Belə, onda biz ona deyirik ilahi ədalət. O insanın başına bir şey gəlir ki, o enerji mütləq bərpa olunsun. Bəli. Bu sirkulyasiyadır, bu bərpa olunmalıdır. Çünki o daha güclüdür o insanın elədiyindən. İlk baxışda insan elə gəlir ki, bax mən bunu öz dünyamı yaratdım, heç kimi saymadım, özüm üçün öz dünyamda öz enerjim var. Birincisi öz enerji müəyyən dövrə qədər bəs eləyir sənə. Ondan sonra enerji tükənir və enerji tükənəndən sonra insan başlayır depressiyaya düşməyə, depressiya düşdükcə ətrafını dalamağa, belə deyək, ətrafından enerji oğurlamağa. Bəli. Bu da bir nəticə vermir və həmin insan başlayır cılızdaşmağa. Belə desək, enerjisizləşməyə. Bax, məhz o sizin dediyiniz o həzz vermək, təsəvvürünüzə gətirin, bir var mən günəşin altında, mənim evimin içi də günəşin işığından faydalanır, mən nurun içindəyəm, mən D vitaminim də yerindədir, həzzim də yerindədir. Bir də var, mən qapı pəncərəmi bağlayıram və evimin içində mənim dediyim, mənim evim içi mənə bəsdir, lampa işığım da mənə bəsdir. Bu nə vaxta qədər davam eləyəcək? Bir gün ya sel gəlib sənin o evinə aparacaq, bu mütləq olmalıdır, həmin yer günəş işığı almalıdır, ya da sənin özün
əbədi deyilsən ki, sən öləndən sonra sənin nəslindən kimsə qapını, pəncərəni açacaq, o evə mütləq o günəş işığını salacaq. Yəni bu bir növ ilahi sistemdir. Çünki fitrətə baxanda, yaradılış sisteminə baxanda ki, bunu Quranda ayə də sabitləyir ki, biz kainatı, ümumiyyətlə bütün yaradılışı müəyyən bir ölçü, nizam üzərinə yaratmışıq. İnsanın yaradılış formasına baxanda, elə fiziksel bədəninə, bioloji bədəninə baxanda da bunu görə bilirik. Həyata baxanda da görürük ki, sizin dediyiniz kimi hər şey bir harmoniya içərisindədir. İnsan bu harmoniyada ki, əsas yaradılış qayəsi insandır və bütün aləm, kainat o insana xidmətdədir və insan bu sistemdə bir halqanı çıxardanda digər halqalarda da işləmə mexanizmində, sistemində bir geri sayım başlayır. Nəsə bir pozuntu yaranır. Və maraqlı bir sualım var siz danışarkən ki, hər şey bir sistemdir, hər şeyin bir mizanı var. Fəlsəfə sistemi nəyə xidmət edir? Necə olmalıdır, hansı şəkildə olmalıdır? Ümumiyyətlə fəlsəfə sistemi nə deməkdir? Yəni biz bayaqdan məsələn danışdıqca bura həm etikanı qatırıq, həm epistemologiya, düşüncəni qatırıq, həm dəyərlərimizi qatırıq. Yəni bunların həm varlıq haqqında düşüncələr ki, varlıq nədir, hardan gəlir, hara gedir. Sistem bunların hər birini nəzərə alaraq, hər biri bir-birini tamamlamağını izləyərək, bunların hər bir sualına cavab verən bir nəzəriyyə deyim, konsepsiya deyim, budur. Heç də hər filosofun sistemi olmur. Kimsə, məsələn, Descartes-in sistemi ona əl verir və o öz düşüncələrini Descartes sistemi üzərində qurur. Yaxud Platonun ideologiyası ona çox yaxındır, Aristotelin fəlsəfəsi ona çox yaxındır və öz düşüncəsini onun üzərində qurur. Kimsə bu sistemi, məsələn, Descartes dedi ki, mən özümə qədər ki, bütün sistemlərə baxdım və gördüm ki, bunlar yetərli deyil, yeni bir sistemə ehtiyac var. Fikir verirsinizmi? Və o başladı yeni bir sistem təklif eləməyə ki, bu sistemlə etikanı da çıxartmaq mümkündür, varlıq haqqında da suallara cavab tapmaq mümkündür, dəyərlərin də nə cür hesablanması, təyin olunması mümkündür. Yəni bütün bunların hər biri bu sistemdə var, öz əksini tapır. Bir neçə il sonra Husserl gəldi və dedi ki, bilirsinizmi, artıq fəlsəfə o qədər öz mahiyyətindən uzaqlaşıb ki, geri dönmək lazımdır, mahiyyətə geri dönmək lazımdır. Və o şüar olaraq o cürə götürdü ki, geriyə, şeylərin mahiyyətinə doğru dedi və geri döndü. Eyni şey, məsələn, Qərbdə də, Şərqdə də olub. Şərqdə, məsələn, Sührəvərdinin İşraq fəlsəfəsi. Ona qədər də işıq haqqında, nur haqqında düşüncələrini deyən olmuşdu, yazan olmuşdu. Çox da mükəmməl yazılar var idi. Amma Sührəvərdi məhz onu sistemli şəkildə bu işıq varlıq prosesində necə iştirak eləyir? Düşüncədə nəyə xidmət eləyir? Etikada nədir bu? Yəni varlığın və düşüncənin bir-birini tamamlayan bir kompleks şəkildə bunu göstərəndə və ona görə də onun fəlsəfəsi məhz nur haqqında fəlsəfi bir sistemdir. Bax, fəlsəfi sistem buna lazımdır. Bu o demək deyil ki, hər filosof mütləq öz fəlsəfəsini yazmalıdır, sistemini təqdim eləməlidir. Bayaq dediyim kimi, məsələn, Descartes-in üzərində o kartezyanlar öz düşüncələrini məhz Descartes-a istinad elədilər, neoplatonçular Platona istinad elədilər və onlar öz düşüncələrini, yeni düşüncələrini, varlıq haqqında ola bilər, düşüncə haqqında ola bilər, etikadan ola bilər. Onlar məhz o əvvəlki sistemin üzərində, əvvəlki binanın üzərində öz yeni düşüncələrini təqdim elədilər. Əksinə, məsələn, Husserl olsun, yaxud Kierkegaard olsun, yəni Sührəvərdi olsun, onlar var olanın artıq mənim suallarıma cavab vermir. Yeni bir sual çıxıb ortaya və o suala cavab vermək üçün bu sistem olmalıdır deyirlər. Hörmətli izləyicilərimiz, Media və Beyin podkast çəkilişlərimizin sponsorları haqqında məlumat vermək istəyirəm. Sponsorumuz Refrev studiyası verilişin hazırda çəkildiyi studiyadır. Refrev studiyada podkast çəkilişlərinin xidmətləri var və eyni zamanda SMM, dizayn,
targetinq üçün də xidmətlər mövcuddur. Bunu da əlavə olaraq bildirmək istəyirəm ki, studiyada 7 fon var və istədiyiniz fonu seçə bilərsiniz. Və əlavə olaraq bunu da qeyd edim ki, mənim adımla Məleykə Aslanzadə adı ilə müraciət edənlərə 20% endirim var. Ünvan Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Çınar Park Plaza. Bina 1-ci mərtəbə 5, otaq 540. Baş sponsorumuz Şəhid Ağami Heybətov və Şəhid Mayor Elnur Hacıyev adına İnkişaf Mərkəzidir. İnkişaf Mərkəzi Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsində yerləşir. Araz Marketlə üzbəyüz Cəfər Cabbarlı küçəsi, ev 2. Əlaqə nömrəsi 051 520 12 13. Xidmətlər haqqında məlumat vermək istəyirəm. İngilis dili, rus dili və eyni zamanda pedaqoq, psixoloq, loqoped xidmətləri var. Məktəbə qədər hazırlıq, ətraf aləmlə tanışlıq, məntiqi təfəkkürün inkişafı, riyazi hesablama, şifahi nitqin inkişafı, rəqs, musiqi, master klass gimnastika və eyni zamanda səhnəciklərin hazırlanması xidmətləri mövcuddur. Valideynlər telefon vasitəsilə onlayn müşahidə edə bilirlər. Həftə içi 5 gün saat 8-dən axşam saat 6-ya kimi və servis xidmətləri də mövcuddur. Eyni zamanda qısa gün uşaqlarınızı bağçada da, inkişaf mərkəzində də qoymaq imkanınız vardır. Üçüncü sponsorumuz Bay Şaban İnklüziv Mərkəzidir və orada da autizmli uşaqlarınızı yatılı və eyni zamanda günlük xidmətlər mövcuddur. Doğru olan da budurmu? Biz əvvəlkinin də doğru olmadığını deyə bilmərik. Çünki hər kəs öz düşüncəsinin ehtiva elədiyi qədər təqdim eləyir. Əgər Dekart üçün əvvəlki sistemlər artıq yetərli deyildisə, o yeni sistemini təqdim elədi. O qədər böyük filosoflarımız var ki, əvvəlki sistem üzərində də yeni bir söz deyə biliblər. İlla ki, yeni sistem təqdim eləməyiblər ki. Amma yəni nəyin doğru, nəyin səhv olduğunu biz bununla təyin eləyə bilmərik. İlla ki, yeni sistem doğrudur, düzgün deyil. Amma filosoflar özləri təyin edə bilirlərmi ki, artıq yeni bir sistemə qapı açmaq lazımdır, yeni bir fikrə qapı açmaq lazımdır. Filosof nə qədər geniş düşünürsə və müasir dövrlə o fəlsəfənin nə qədər bir-birinə əks-səda verə bilirlər, bir-birini tamamlaya bilirlər. Bax, o sualını araşdırmağa başlayanda onda görür ki, əcəba bu yeni dövrün, bu düşündürən sualları əvvəlki sistemlə öz cavabını tapırmı? Tapa bilməyəndə bəzi filosoflar öz sistemini təqdim eləməyə çalışır, bəziləri sualını dəyişir. Könül Bünyadzadəyə görə hazırdakı müşahidələrinə, təcrübələrinə əsasən yeni bir qapı açmaq lazımdırmı? Ya da siz özünüz açırsınızmı o qapını? Yeni bir fikir yaradırsınızmı? Çox sağ olun bu sualınıza görə. Əslində, bəli, mən fəlsəfiyə sufizmlə gəlmişəm. Sufizmi araşdırandan sonra mən namizədlik işindən sonra mən doktorluqda irrasional düşüncəni araşdırmağa başladım. İrrasional düşüncədə yalnız sufizm çərçivəsində qala bilmədim. Qərbə də keçdim. Və qərbi araşdıranda, paralellər aparmağa başlayanda mən gördüm ki, daha böyük dünyada həm paralellər var, həm kəsişmə nöqtələri var. Və başladım o kəsişmə nöqtələrini araşdırmağa və müəyyən bir yerə gələndə artıq o hər iki tərəfdən olan suallar məni düşündürməyə başlayanda və bir gün düşündüm, gəldim o nəticəyə ki, bu sistemdə bu çatmır. Bayaq dediyim kimi, Dekart düşünmək tərəfdarıdır, dua etmək tərəfdarı deyil. Həllac daha çox duanın üzərində durur. Husserl daha çox geriyə, mahiyyata doğru qayıtmaq istəyir. Müasir elmdə hər şeyi üstələyib. Bütün bunların hamısı belə bir qarışdı bir-birinə və mən düşündüm, bəli, yeni bir sistemə mənim ehtiyacım var. Mən fərqli düşünməliyəm. Və çox qəribədir ki, mən qayıtdım məsələn doktorluğumun üzərinə. Onun üzərindən yeni bir fəlsəfə qurmaq, yeni bir fəlsəfi sistem qurmaq istədim. Və maraqlıdır ki, o yeni fəlsəfi sistem qərblə şərqi də barışdırmalı idi. Sufizmlə qərb fəlsəfəsini, fenomenologiyanı. Eyni zamanda da fəlsəfə ilə elmi barışdırmalı idi. Çünki müasir dövrdə o texnologiyalar, o indicə sizin o beyin o qədər önə çıxır ki və bütün hamısının o kəlləmizin içindəki o beyinlə əlaqələndirirlər ki, bunun yanında ruhu unudurlar. Və ruhu unudanda bunun yanında
ruhun nə ilə bağlı olduğu qüvvə, ilahi qüvvə, mütləq qüvvə yaddan çıxır. Bunların hər biri mənim o beynimdə qarışdı bir-birinə, mənim düşüncəmdə hamısı bir-birinlə mübarizə apardı və mübarizə aparanda kəsişmə nöqtələrini başladım bir təsnifat aparmağa və bəli, mən də bir sistem təklif və təqdim eləmək istədim və belə bir şey yazdım. Yazdım və öz aləmimdə belə deyək, məhz o qərb şərqdə özünün çatmayan tərəfini görməlidir. Elm fəlsəfədə görməlidir, fəlsəfədə elmdə görməlidir. Bütün bunları barışdıran bir sistem təqdim elədim. Mənim sufi fenomenologiyam deyək. Könül xanım, niyə elmi fəlsəfədən ayırdılar ya da ayırmışdılar? Yəni fəlsəfə zaten əgər düşüncəyə yönləndirirsə, düşüncə də mütləq gedib bir istinadı olmalıdır ki, bu elmdir. O zaman kim ayırmışdı fəlsəfə ilə elmi və burada məqsəd nə idi? Əvvəla elmin özü də əvvəlcə fəlsəfənin bətnində idi. Elm fəlsəfə ilə bərabər idi. Bunu biz götürək Pifaqordan da götürsək, onun teoremləri riyaziyyatda da öyrənilir, yaxud Aristoteldən hansısa başlanğıcını götürən elmlər ola bilər, Arximedi olsun. Yəni konkret olaraq elm və fəlsəfə arasında qəti bir uçurum yox idi, sədd yox idi. Və eyni zamanda fəlsəfə və din arasında da yox idi. Sonralar yavaş-yavaş bunların predmetləri darlaşdıqca, konkretləşdikcə və onlar başladılar bir-birindən hərəsi başqa-başqa yönlərə getməyə. Elm nə vaxt ayrılmağa başladı? Elmin tətbiqini, belə deyək, daha sürətlə tətbiq elədilər. Tutaq ki, texnologiyalar üzə çıxdı, texnika, tutaq ki, maşın olsun, hansısa elmi nəticələr olsun və bu vaxtlar fəlsəfə nəzəriyyə üzərində, hələ də nəzəriyyə üzərində qalanda tətbiqini eləməyəndə, bax o tətbiq olmayanda bir növ bunlar arasında bir fərq yaranmağa başladı. Və çox qəribədir, hazırda fəlsəfəni də tətbiq eləməyə çalışırlar. Bu nədir? Məsələn, Qərbdə fəlsəfi məsləhətləşmə, yəni fəlsəfəni psixologiyadan, bir vaxtlar fəlsəfədən ayrılan psixologiya belə fəlsəfəni üstələdi, bir elmə çevrildi və psixologiya ruh haqqında elmə çevrildi. Halbuki psixologiya ruh haqqında heç nə demir. O sadəcə insanın hansısa davranışlarını, hansısa hisslərini öyrənən bir elmdir. Amma adını qoydular psixologiya, məhz fəlsəfənin bətnində yenə də böyümüş, doğulmuş bir elmə çevrildi. Çünki tətbiq elədilər və bilavasitə reallıqla onu əlaqələndirdilər. Süni intellekt. Məsələn, mənim o fəlsəfi sistemimdə də mən o süni intellekti təkrar qaytarıram o fəlsəfəyə ki, axı insanın özündə də məhz o metod var. Yəni bütün mövcud biliklərini süni intellekt nə edir? Mövcud bilikləri yığır, onun içindən ən yaxşıları götürür və təqdim eləyir sənə. İnsan düşüncəsi də kifayət qədər inkişaf eləsə və burada aid onun həm bazası, kifayət qədər yaxşı onun elmi bazası olsa, o bilər nəyin arasından seçə bilsin. Onun təcrübəsi, həyat təcrübəsi bunların arasından seçə bilsin. Fikir verirsiniz, insanın beynində zaten o təbii intellektin gördüyünü sonradan o süni intellektə tətbiq eləyib. Öz tətbiq elədiyi də qayıdıb qarşısında diz çöküb ona səcdə eləyir. İndi maraqlıdır ki, bir vaxtlar elm irəli keçəndə yenə də insan məhz o elmin qarşısında səcdə eləmişdi. Səcdə elədi, hər şeyi inkar elədi. Elə sən demə, ən böyük səcdə olunası məsələ elə elm imiş. Daha sonra dedi ki, yox, səcdə olunası insanın özüymüş, insana səcdə elədi. Və bunların hər biri bayaq dediyimiz kimi qapananda, enerjisi tükənəndə, sən demə bu heç də səcdəyə layiq deyilmiş. Bir növ o İbrahim peyğəmbərin aya inandı, günəşə inandı, ulduzlara inandı və bir gün başa düşdü ki, bunların heç biri səcdəyə layiq deyil. Və maraqlıdır ki, 20-ci əsrdə Heideggerlə Heisenbergin, biri alim, biri filosof, onların bir dialoqu var. Orada onların danışığında belə bir şey var, belə bir not var ki, insan elə bir səviyyə çatıb ki, özündən başqa rəqib görmür. Və bu onun uçurumudur. İnsan özündən başqa heç kimi görməyəndə
bu onun uçurumuna çevrilir. Hazırda o dövrdəyik. Bəli. Və məsələn bayaqları siz bir cümlə dediniz ki, bütün kainat insana xidmət eləyir. Amma siz təsəvvürünüzə gətirin ki, mən sizə 2 misal gətirəcəm. Çernobılda böyük bir faciə baş verdi və uzun müddət Çernobılda insan yaşayışı yoxdur. Və Çernobılı öyrənənlər deyirlər ki, orada təbiət o qədər gözəldir hal-hazırda. O qədər inkişaf eləyib, insan yox. İnsan yoxdur, bəli. Pandemiya dövrünə qayıdaq. Daşların içindən belə çiçəklər çıxmışdı. Ay sağ ol. Pandemiya dövründə insan yox idi təbiətdə. Nə baş verdi? Təbiət əməlli başlı təmizləndi. Çaylar təmizləndi, göllər təmizləndi, hava təmizləndi və insan birdən-birə deyir ki, bütün kainat mənə xidmət eləyir. Kainat xidmət eləmir. İnsan o kainata müdaxilə eləyə bilir və müdaxilə eləyəndə özünü mütləq hakim görür və başlayır sağa-sola dağıtmağa. Başa düşmür ki, o kainatın bir zərrəsi də budur. Qoşul o kainatın o enerji sirkulyasiyasına qoşul, dağıtma, bloklama. Sufilərin axışda ol misalı budurmu? Yəni həmin o insanın da o digər kainatda var olanla birlikdə bir axışda. Məhz o deyir dənizin nə olduğunu bilmək üçün dənizdə boğulmaq lazımdır. Səhv eləmirəmsə Mövlanadadır bu. Yəni bir şeyin nə olduğunu anlamaq üçün onun özünə çevrilmək lazımdır. Baxın, insan bir şeyi yaratmaq üçün, məsələn, yaxşı usta ağacdan adi bir masa düzəldir. Öncə o ağacın özünü öyrənir, materialın özünü öyrənir. Bu materialdan nə düzəltmək olar? Yaxşı usta baxır ki, yox, bundan masa yox. Bundan, məsələn, qəşəng bir dolab düzəltmək olar. Mərmərə baxan kimsə baxır, deyir, bundan yaxşı başdaş olar, o biri deyir, yox, bundan kuxna mebel olar. Bir başqası o mebeldə, məsələn, bir dəfə Camilla Claudel haqqında bir filmə baxırdım. Onu yoxlamaq üçün çox, belə deyim, zərif bir mərmər verirlər Camilla Claudelə, heykəltaraş olub. Rodin onu yoxlamaq üçün, belə deyək, tez sınan bir mərmər verir ona. Onun şəhərdə soruşur ki, niyə onu verdin? Axı gedib qıracaq onu. Deyir, bilirəm, onsuz da qıracaq, çünki o incə bir mərmərdir. Yanlış vuran kimi oxalanır. Və gedir onu bir həftəyə falana. Camilla Claudel gəlir, çıxardır həmin mərmərdən topuqdan aşağı bir kişi ayağı düzəldib. O qədər təbii bir ayaq düzəldib. Heykəltaraşlar təəccüb qalır, deyir, bu nədir? Deyir, heykələ baxdım, bunu gördüm. Bundan ancaq bu düzələ bilərdi. Başqa nə eləsəm o sına bilərdi, oxalana bilərdi. Yəni, materiala baxıb onun mahiyyətinə, onun strukturuna girmək lazımdır ki, o struktur nəyə dəyişə bilər? Nə ola bilər bundan? Yoxsa mən kənardan baxdım, yəni bu elə ağac deyib çinardımı, bu palıtdımı, bu dəmir ağacdımı, yoxsa elə fanerkadımı, süni bir şeydimi, bunu üst-üstə düzəldib, bir fanerka düzəldiblər. Bu nəysə, yəni usta bunu görməyi, onun daxili strukturunu, Mövlana bunu deyib, ləpələrə qoşulub boğulmaq lazımdır. İndi onun da müasir dövrünün desək, o materialın strukturunun içinə girib, onu görmək lazımdır ki, bu struktur səndən nə istəyir? Michelangelo səhv eləmirəmsə deyirdi ki, mən heykələ baxıram, heç nə eləmirəm. Sadəcə artıq detalları götürürəm, içindəki o gizli fiquru üzə çıxardıram. Təsəvvürünüzə gətirirsinizmi? Girəsən o mərmərin içindəki o gizli fiquru görməyi bacarmaq lazımdır. Onun üçün nə lazımdır Könül xanım? Bax, tam da məqamıdır. Yəni, mən bir iş görmək istəyirəm. Tutaq ki, mən jurnalistəm, bir layihə işləmək istəyirəm. Doğrunu, orada cəmiyyətə faydalı ola biləcək bir mövzunu, qonağı, layihəni seçə bilməyim üçün mənim jurnalistikanı çox yaxşı bilməyim mi lazımdır? Cəmiyyəti yaxşı müşahidə etməyim mi lazımdır? Yəni, ixtisaslar üzərindən, insan üzərindən bunu ələ alsaq, necə o doğru qızıl ortanı tapmaq lazımdır? Ən birinci şərt çox oxumaq. İkinci vacib şərt oxuduqlarını dərk eləmək. Üçüncü vacib şərt dərk elədiklərindən düzgün nəticə çıxartmaq. Bilirsinizmi? Siz özünüzü də dərk eləməlisiniz. Öz potensialınızı tanımalısınız. Mən nəyə qadirəm? Siz özünüzü nə qədər yaxşı tanısanız, nəyə qadir olduğunuzu, gücünüzün nəyə çatdığını bilsəniz, biləcəksiniz ki, o, məsələn, heykəltaraş olar sizdən yoxsa yox.
Mən bilirəm ki, məsələn, nə qədər də xoşum gəlsə rəsm çəkməkdə, məndən rəssam olmaz. Nə qədər musiqini sevsəm də mən bəstəkar da olmadım. Mən heç alim də olmadım. Çünki riyaziyyatdan düzəməlli bir hesablaya bilmirəm. Yəni mən özümü tanıyıram. Bilirəm mən nəyə qadirəm, mənim bacarığım nəyə çatır. Bu bir. İkincisi, mən özümü tanıyandan sonra mən öz istiqamətimi bəlirləyirəm. Mən öyrəndim ki, məsələn, bir vaxtlar mən fəlsəfəyə getmək istəyirəm, mən sufizmi öyrənmək istəyirəm. Və başladım o sufizmdə ən kiçik məqalədən tutmuş, ilk mənbələrə qədər hər birini tapıb oxumaq. Mənə lazım oldu, olmadı. Mən bunların hər birini oxumalıyam ki, lazım olanla lazım olmayanı fərqləndirə bilim. Mən nə bilirəm nəsə mənə lazım deyil. Əvvəlcə onu mən bilməliyəm. Fikir verirsiniz, əvvəlcə istiqamətimi bəlli elədim. Daha 10 yerə qaçmadım və istiqamətim üzrə mümkün qədər biliklərimi çox toplamağa başladım. Biliklərimi topladıqca onlar mən ki özümü tanıyıram. Belə deyək, bunu mən müqayisə eləyim bizim o nənələrin bir bəzən dəstərxan deyirlər, bəzən o kirkə deyirlər, əl dəyirman daşı, fərqli adlar deyirlər. Buna bənzədirəm. Sən əvvəlcə özündə bax onu yaxşı bir işə salırsan, onu yaxşı işə salandan sonra artıq nə bilik qazanırsansa, ora tökürsən o buğdanı. Ora tökdükcə artıq o başlayır üyütməyə. Səndən keçir, üyünür. Üyünəndən sonra sən qərar verirsən, üyütdüyündən qovutmu düzəldəcəksən, çörəkmi bişirəcəksən, yoxsa bunu heyvana mı verəcəksən, sən qərar verirsən. Yəni biliyi toplayandan sonra, bax o biliyini özündən keçirtməlisən. Özünün həzm-rabindən keçirtməlisən, biləsən ki, burada sənə nə lazımdır, nə sənin o qurduğun, getdiyin o yola uyğundur. Eynəlqüzət Miyanəcinin gözəl bir sözü var, o gənc yaşda edam olunub. O deyirdi ki, dünyada o qədər gözəl elmlər var ki, adam istəyir hər birinin arxasından getsin. Amma ömür də o qədər qısadır ki, hər birinin arxasından getməyə imkan yoxdur. Ona görə öz yolunu seç, o yolla get. Bax, o öz yolunu seçmək üçün həm özünü tanımalısan, həm yolunu təyin eləməlisən, həm də o yolun üçün qida toplamalısan, ac qalmamaq üçün. Bəli. Yəni bütün baxış bucaqlarında, ideologiyalarda, hazırda günümüzdə məsələn spiritualizm çox dəb halını alıb. O belə bir yerdən sonra qayıtdı ki, yəni insan özünü tanımalıdır. Rəhmətlik məşhur bir türk psixoloqu var idi, Doğan Cücəloğlu. Onun kitabında özgüvənlə bağlı sual vermişlər. Özgüvəni mənim indiyə qədər oxuduqlarımın içərisində ən gözəl, qısa və net tərif edən, yəni Doğan Cücəloğlu'nun fikridir, özündə olanı bilmək. Bəli, siz də o nöqtəyə toxundunuz. Çox vacibdir. Mən bəzən bunu seminarlarımda nəyə bənzədirəm? Daha aydın izah eləmək üçün. Təsəvvürünüzə gətirin ki, mətbəxdə dolğa bişirirsiniz və dolğanı qarışdırırsınız. Dolğanı yaxşı qarışdırmasan çürüyər. Bir qırıq əlini boşa çəkən kimi dolğa getdi, heç nə oldu, yeyiləsi deyil. Yəni, sənin için məhz o dolğa qazanıdır. Hər tərəfli dibindən bəri o, anam deyirdi bəzən, dibindən qarışdır. Bir də var, kimsə gəlir, sənin o qazanının yan tərəfindən bir qaşıq salır. O da qarışdırmağa başlayır. Onda da çürüyür. Çünki kənar bir şey daxil oldu, tərs bir-birinə gəldi, çürüdərsən. Yəni, sən özünü o qədər yaxşı tanımalısan ki, kimsə yanından gəlib sənin o buladığın dolğanı, istiqamətini dəyişə bilməsin. Və ayranı qarışdıra-qarışdıra ora düyü də tökürük, bir bilik. Ora fərqli göyərtiləri də tökürük, fərqli yerlərdə ora noxud tökürlər, bəzən küftə tökürlər, fərqli yerlərdə fərqli damaq dadları var. Yəni, bütün bunları elədikcə də sən əlindən qoymursan, onu qarışdırırsan. Bax, özünü tanımaq, ən kiçik nöqtəni belə tanımaq lazımdır. O özünü tanımaq sənin alt şuurunu da sənə tabe eləyəcək. Sənin içində hansısa, mən onu qaranlıq yaddaş adlandırmışam. Səndə nə qaranlıq yaddaş qalmayacaq. Səndə nə gərilmiş yaylar qalmayacaq ki, bir gün sənin yox yerdən o Maksim Gorkinin Sergi atasındakı kimi bir gün o gərilmiş yay ata bilər və sənin bütün şəxsiyyətini məhv eləyə bilər. Bu çox qorxulu bir şeydir. Və eyni zamanda
nə oxudunsa, sənə təsadüfən nə rast gəldisə, hətta ötəri belə gördüyün bir şey varsa, sən onu o dovğa qazanına salıb qarışdıra bilirsən. Sən ta dibindən qarışdırmasan, özündən xəbərin olmasa, öz qabını tanımasan, daşırda da bilərsən, əksinə ötürə də bilərsən nələrisə. Əslində sual verəcəkdim sizə ki, artıq dönəmimizdə, dövrümüzdə düşünürəm, demək ki, varam, sonra oldu düşünürəm, amma necə düşünürəmsə elə varam. Bir də hazırda, yəni sosial media, texnologiya dövrü olduğu üçün görünmək çabası da var insanın. Yəni görünməsə tez yaddan çıxır, görünməsə unudulur, xatırlanmır, itir batır. Bu bir reallıqdır. Hamımızın görünməyə ehtiyacımız var. Hətta bu elə düşünürəm ki, fitrətimizə qoyulmuş da bir duyğudur. Bir İrfan alimi danışırdı, deyirdi ki, əslində Allah gizli idi, insanı yaratdı, dedi ki, mən görünməyi murad etdim. Yəni bu bizim fitrətimizdə bir duyğudur əslində, görünmək. Çünki biz Allahdan bir zərrə olduğumuz üçün bizim də görünmə çabamız var, muradımız var. Görünmək istəyirik və hazırki real həyatımızda da bu da bir tələbatdır, bir ehtiyacdır. Amma bu görünməyin içərisində itib batmaq da var. Sizin o dediyiniz kimi, o dovğanı qarışdıran qaşığı bəzən itirmək var. Çünki biz hər yerdə görünmək istəyirik, hər yerdə düşünmək, hər yerdə düşüncəmizi isar etmək istəyirik. Amma bu bizi biz olmaqdan da çıxardır. Burada sizin təcrübənizin, elminizin, fəlsəfənizin, hətta sufizmin köməyinə ehtiyacımız var. Bu yaxında çox maraqlı bir şey oxumuşam. Bölüşüm onu da. Kimsə bunu üzə çıxardıb, təəssüf ki, müəllifini görməmişdim. Quran-Kərimdə deyir ki, çoxları inanmadı, küfr etdi. Yəni çoxluq hələ düz demək deyil. Hər kəs görünmək istəyir. Və bunun üçün sosial şəbəkələrdən, şou proqramlarından istifadə edirlər, reklama başvururlar, tanınmaq istəyirlər. Bəli, insanın ehtiyacı var tanınmağa. İnsan tanınmalıdır. Ən azından öz ailəsində onu görməlidirlər ki, bizim 3 uşağımız var, bizim 2 uşağımız yoxdur. Yəni görməyəndə, 3-cü uşağı görməyəndə 3-cü uşaq ağlayır, özünü tanıdır. Mən də varam axı. Yəni bu körpəlikdən, körpə uşaq diqqətsiz qalanda ağlayır, cırnıyır. Bu var. Yəni məhz o çoxluğun arasında yox, haqqın tərəfində olmaq lazımdır. Haqqı təbliğ eləmək lazımdır. Unudularıq, unudulmarıq, bunu tarix göstərəcək. Biz bunu indidən düşünüb ki, vay mən unudulacam, qoy mən indidən bacardığım qədər reklam olunum, elə olmur. Ən çox reklam olunanlar da bəzən tarixdə heç qalmırlar. Amma bayaq dediyim kimi çoxluğun yox, haqqın tərəfində olmaq lazımdır. Sufilərin, türklərin bir sözü var. Bütün terapistlərə taş çıxardacaq bir sözü var. Bu da keçər yahu. Hətta Osmanlı sultanlarından bir çoxu deyəsən ardıcıl olaraq üzüklərində o sözü yazdırıblar ki, deyilənə görə Süleyman peyğəmbərin sözüdür ki, üzüyün üzərində yazır, bu da keçər. Yəni ən xoş günündə də ona baxıb görürsən ki, yəni bunun bir qara günü də ola bilər. Ən qara günündə də baxıb ümidlənirsən ki, bu da keçər. Müzakirəmizin sonlarına doğruyuq. Bunu bir bitiş sözü etmək, amma 3 nöqtə qoymaq istəyirəm. Çünki niyyətimiz var inşallah. Ara-ara sizinlə yenə müzakirə edək. Burada da söz alım sizdən. Bunu bir bitiş cümləsi olaraq istəyirəm vurğulayaq. Həmin o, bu da keçər. Nəyə bağlamaq istəyirəm? Yəni, insan təlaşdadır, insan narahatdır. İndiki dövrdə daha çox narahatdır, amma bu söz insanın bütün o təlaşına son qoyacaq bir cümlədir. Yetər ki, üzərində durub düşünsə ki, heç bir şey əbədi deyil. İnsanı əbədi edən, yaddaşlarda sevdirən, könüllərdə sevdirən ilahidir. Yəni, həmin onu bu təlaşın içərisindən saf-çürük edib ilahi bağa kökləmək üçün insan bax bu təlaşlı dövrdə, təlaşlı psixologiyada nəyi tanımalıdır, nəyi bilməlidir? Haqqını tanımalıdır. Nazıq xanım, haqqını tanımalıdır. Haqqı tanısan, bilirsinizmi, biz bir gün ərzində əgər işə gediriksə, yaxud da həftə ərzində işə gediriksə, bir neçə dəfə libas dəyişirik. Gün ərzində fərqli-fərqli şeylər yeyirik.
Yəni bu dəyişir. Mahiyyət qalır. Biz insan olaraq qalırıq. Bax eləcə də insan düşüncələr, hisslər, emosiyalar, bunlar dəyişir. Amma dəyişməyən bir mahiyyət var. O da haqqa bağlıdır. Bax o dəyişməyən, o dəyərlərimiz var ki, bax o dəyərlərimizi tutub bərk-bərk qoruyub onu gələcəyə ötürəndə. Bax onda təlaşlar, emosiyalar bu da keçər deyə bilirik. Çünki qara gün də keçir, ağ gün də keçir. Bizə nəyisə yaşadıb, təcrübə verib keçir. Amma biz şuurumuz olaraq, özümüz olaraq qalırıq. Əgər biz dəyişməsək, o varlığımızla, o dəyərimizlə var olaraq qalırıqsa, o emosiyalar bizdən heç nə qopartmır. Biz belə deyək, küləkdə bayraq kimi o yan bu yana əsmirik. Bayrağın o kökü olaraq qalırıq, sabit qalırıq. Köyün xanım, vermək istədiyim çox suallarım var. Dediyim kimi 3 nöqtə ilə bitirirəm bu görüşümüzü. Təşəkkür edirəm bizə zaman ayırdığınız Mən sizə üçün. təşəkkür edirəm. İlk verilişimizdə bir nevi xeyir-dua kimi oldu ki, sizinlə bu Allah xeyir eləsin. Ümid eləyirəm maarifçilikdə öz rolunuzu oynaya biləcəksiniz. inşallah. Çox vacibdir bu. Təşəkkür edirəm, minnətdaram sizə. Buyurun, sağ olun. Bax belə əziz izləyicilər, bir müzakirənin sonuna gəldik. Gələn görüşədək Allaha əmanət olun.